Hər birinizə salam. Deməli, Sumqayıt şəhər məhkəməsinə gedirəm sertifikatımı götürmək üçün. Əslində yanvar ayından etibarən götürə bilərdim, amma yanvar ayı imtahan ayı olduğu üçün getmədim. Ondan sonra da fevral tətili idi, yenə getmədim. İndi nəhayət qərara gəldim ki, artıq gəlib götürməliyəm. Nəhayət sertifikatımı götürdüm. Hədiyyədə də mən olmuşam 3 ay probasiyada. Hələ də sertifikatımı verməyiblər. Buradan mesaj göndərim, xahiş edirəm sertifikatımı verin. Avqust ayında qurtarmışam mən. Artıq fevral ayında sertifikatım yoxdur. Mən bunu noyabr ayında qurtarmışam. Sertifikatımı veriblər. Xahiş edirəm, sizə verin. Nəhayət evdəyəm və dərs oxumağa başlaya bilərəm. Deməli, bu il biz bilirsiniz, Asiya Universitetinə gedirik. Hələ də bilməyənlər varsa, Bakı Universitetinə getmirik. Çünki bir saylı korpus təmirdədir və biz Asiya Universitetinə gedirik. Bu il bizim cədvəlimiz belədir ki, 2-ci, 3-cü, 4-cü və 5-ci gün dərsimiz var. 1-ci gün dərsimiz yoxdur. 6 bazar onsuz da bildiyimiz dərs olmur onsuz da. Yəni, hal-hazırda da 1-ci gündür. Yəni, mən 3 gün dalbadan evdə oluram. Bu əla bir şeydir. Və mən 6 bazar dərs oxumadım, hamısını 1-ci günə saxladım. Mənim 2-ci gün mülki hüquq seminarım var və əmək hüququ seminarım var. Əmək hüququndan müəllim hələ də oxuyacağımız materialı atmadığına görə, mülki hüququ ona görə indi oxuyuram. Mülki hüquqdan da dəhşət çoxdur dərs. Alqı-satqı müqaviləsidir. 567-ci maddədən 646-cı maddəyə kimi oxumalıyam. 584-cü maddəyə kimi oxumuşam. İndi oxuduqlarımı təkrarlayım. Bu arada qeyd eləmişəm. Qeydlərlə oxuyuram. Belə göstərəcəm indi. On 17 maddə oxumuşam. İndi davam edirəm. 600-ə kimi oxuyum, qalanlarını Azərbaycanda oxuyacam yəqin ki. Deməli, 627-ci maddəyə kimi oxudum, amma hiss edirəm ki, yorulmuşam artıq. Ona görə başlayıram həmin öyrəndiyim bütün hər şeyi təkrarlamağa 627-yə kimi və qalanları təxminən 19 maddə qalıb. Onları da səhər duranda oxuyaram Azərbaycan dilində. Bir də əmək hüququnu da oxumalıyam mən, onu da oxumamışam. Orada az idi, 7 maddə oxumalıyam, bir konstitusiya qərarı oxumalıyam, plenum qərarı, bir də müazəni oxumalıyam. Müazən qeydlərimi oxuyacam, rahat idi. Qalanları da hamısını səhərə saxladım. Özümü heç universitetə gedən kimi hiss eləmirəm. Sanki Sumqayıtın içində hər hansısa bir məhnədəymiş kimi. Bu necə bir universitet yoludur həqiqətən. Çox qorxunc. Deməli dostlar, nəhayət universitetdəyəm. İndi mülkünü təkrarlayıram. Birinci dərs mülkünün seminarıdır. Düşünürəm ki, birinci mən danışım aradan çıxım, sonra əməyə başlayayım təkrarlamaq. Neysə. Atarsana. Ayda fevral hələ. Yox, görüşəm müəllim. Xahişəm videoda adlarını çəkin. Memorial hazırlayıb, o bəzi video çəkib evdə kopyalayıram. Evdə kopyalayacağım.
goods which are not prohibited to enter civil circulation. And I want to add that some prohibited goods can also be subject matter of sale of goods agreement. But Növbəti gündən hər birinizə salam. Deməli, dünən evə gələndən sonra video çəkmədim. Çünki dəhşət yorğun idim. Dünən 2 seminar danışmışam, ikisindən də 10 aldım. Bugün də cinayət hüququndan seminar var və mən oxumamışam. Bugün ilk dərs mühazirədir. Mülki hüquqdan həmin onda oxumağı düşünürəm. Amma əslində dərs asandır. Sadəcə suallar verəcək ümumi hissədən. Onları təkrarlamalıyam. Belə yəni bu qədər. Sağ ol, mən ümumi hissədə heç nə bilmirəm. Bu qərara gəldim, çox qorxuram. İnşallah məni çıxartmaz dərs danışmağa. Çıxartsa da bir təhər danışaram. İndi onu oxuyuram. 40-cı maddanın tərəfini oxuyacam 99-a kimi. Ondan sonrasındakı əvvəllərini bilirəm onsuz. Soruşmur? Özü elə deyil. Özü elə demir, baxın. Özü elə demir. Orada sual versə deyə bilərsən. Yaxşı, tamam. Only because explanation of a reasonable number of periods was required by the seller. The silence of the party is recognized as consent. The thing has already been constantly protected for 62. Under an exchange contract, its participants mutually agree to transfer certain things, maybe also goods, into each other. And we can see it in the decision of the constitutional court. It will be better if we will include all these features in the labor code. Yorucu bir günün sonuna gəldik. İndi evə gedirəm və seminarlar bu həftə tutardı. Yəni alt həftə idi bu həftə və mənim yalnız ikinci və üçüncü gün seminarlarım var. 4-5 full mühazirədir. Ona görə də dərs oxumayacağım üçün çox xoşbəxtəm. Və cinayət hüququ seminarında da çıxmadım, danışmadım yəni. Ona görə bu həftədə belə yola verdik. Needs to property for a certain period of time, but neither candidate force. Otağın yerinde çünkü sen seminara gelmişsin. Hayır, Otağın yerinde The rubber places where it is not right and where it is not right. In this case, we need Articles 4, 5, and 6 of Labor Code. Hər birinizə həftənin yeni gündən salamlar. Bugün ikinci gündür və 6 bazar və 1 video çəkmədim. Çünki 6 bazar dərs oxumadım. Birinci gündə həvəsim olmadı video çəkməyə. Mən bu həftəni video çəkməyəcəkdim. Keçən həftə ilə full bir video atacaqdım. Amma videonu tam editləyə bilmədim.
7 dəqiqəsi və s. hazır idi. Yəni mən bu videonu hal-hazırda çəkəndə videonun 7 dəqiqəsi hazır idi. Sonradan dedim ki, mən əgər bu videonu gələn həftə editləyəcəmsə, bu videonu daha da genişləndirim. Çünki uzun müddətli video atmıram. Şu an yəni bilmirəm, maraqlı video ağlıma gəlmir və əgər sizin ağlınızda video fikri varsa yaza bilərsiniz. Fərdən. Required by it at the expense of the branch of all financial resources and owned by the receipt under the terms and conditions where in such terms. So, in our period, one of the main sources of the laws, one of the main sources of the rules was Avesta, and I want to talk around the For being stores, we need 3 conditions. The first one is level capacity. The second one is he or she must be Zoroastrian. We have 3 types of stores. The first one is natural stores. The second one is the person who appointed by the natural stores. The third one is the person who appointed by the will of the. Məsələn, mülkidə mən ancaq özüm oxumuşam da, müəllimlər heç nə öyrətmir. Mülki kafedrasını dəyişin, xahiş edirəm. Normal müəllimlər. Depremlər də yenə. Finally, they are invaded to Azerbaijan, and what they do, firstly, they allow people to be Muslims voluntarily, yes? They say that there shouldn't be any, how to say, force. Salam.
Deməli dostlar, videonun sonuna gəldik nəhayət. Bu həftə bitdi və video da bitdi. Bu həftə də yaxşı keçdi. Demək olar ki, bütün seminarlardan artıq qiymətim var. Bircə cinayət yoxdur. O da Allah bilir, mən nə vaxt danışacağam. Yəni orada könüllü çıxartmır. Yəni jurnaldan baxır, elə çıxarır. Yorucu həftə idi, amma 6 bazar dincələcəm yenə. Hər şey yenə birinci günə saxlayacaq. Nə tərsə olur, hər dəfə elə olur. Nəysə, sağ olun. Növbəti videoda görüşmək ümidi ilə. Kanala abunə olub videonu bəyənməyi də unutmayın. Xahiş edirəm. Sağ olun.